Ağdamlılar bu videonu daha çox bəyənəcəkdir. Çünki burada söhbət Ağdam və Ağdamlılardan gedəcək. Ağdamlı adı gələndə çoxunun başına daş düşür, qalır altında. Niyə? Niyəsində deyim. Ticarəti ilə, alveri ilə tanınmış yerdəyik. Bu bir. Şəhid verməyi ilə bağlı yenə birinci yerdəyik. Bu iki. Allah cəmi bütün şəhidlərimizə rəhmət eləsin. Başda Allahverdi Bağırov olmaqla ta ki kəşfiyyatçımız Şəhid Xanı əmmimizə qədər. Hər biri canından qanından keçən oğlanlarda Allah hər birinə rəhmət eləsin. Məkanları cənnət olsun, ailələrinə səbir versin. Qazilərimizə Allah cəmi şəfa versin, ailələrinə səbir versin. Mən şəhid ailələrinin, analarının, atalarının qarşısında baş əyirəm. Bu belə. Ağdamlı adı gələndə, məsələn, fikirləşir o dəqiqə beynindən o dırnaq arası insanlar keçirdir ki, alverdə maşını belə satdı, nə bilim buna belə kələk gəldi, buna belə atdı, nə bilim atı zebra adına, iti zebra adına hər nəysə mən deyirəm ki, belə yaxşı elədi. Əcəb edir, satır. Bacarırsan sən də elə. Bazarına can qurban. Kimisə aldatmır, fırıldaq gəlmir, haramçılıq eləmir. Alver eləyir də, kişinin oğlu bacarır eləyir. Ticarətdir, alverdir. Alır, satır. Almışam bu şeyə 100 manata, satıram 200 manata. Bu mənim fərasətimdir. Bu öz yerində. Ağdamı? Ağdamı. Şəhidlərinə görə, qazilərinə görə tanınır. Zaten qazilərinə, şəhidlərinə görə tanınır Ağdam. Üzdən İraq və dırnaqarası insanlardır ki, Ağdamı yəni gözü götürmədiyi üçün öz düşüncəsi ilə deyir ki, Ağdamlılar belə atır, elə atır. Yaxşı eləyir, atır. Belə sənin kimisini atmaq lazım. Ağdam həmişə hər yerdə salib seçilən rayonlardan biri olur. Yenə deyirəm, başda Allahverdi Bağırov olmaqla ta ki kəşfiyyatçımız Xanı əmmimizə